Vaxtınız xeyir olsun, əziz izləyicilər. Bugünkü xəstəmiz çox maraqlı olan xəstələrdən biridir. Demək, xəstə 73 yaşında kişi xəstəsi. Təxminən 20 ildən artıq öncə mədə əməliyyatı keçirilmişdir. Açıq mədə subkutal qastrektomi əməliyyatı olunub və 2 il öncə xəstəyə aorta koronar şuntlama əməliyyatı olunmuşdur. Hal-hazırda xəstədə küçəsində çox sayda daşlar aşkarlanıb və ağrı problemlərlə əlaqədar olaraq xəstə müraciət etmişdir və biz ona hazırlamışıq. Eyni zamanda xəstədə göbək yırtığı da vardır. Xəstəyə bugün laparoskopik əməliyyat planlaşdırılır və bir çox yerlərdə qarın boşluğunda açıq əməliyyat keçirilmiş xəstələrə laparoskopik əməliyyatın mümkünsüzlüyünü qeyd edirlər. Lakin inşallah bizim nəzərdə tutduğumuz mənzillə əməliyyatımızı başlamaq istəyirik. Əməliyyatdan öncə məlumat vermişdim xəstə barədə. Xəstə mədə rezeksiyası əməliyyatı keçirib və eyni zamanda afeşi əməliyyatı keçirib. Göründüyü kimi xəstədə qarın boşluğunda çoxlu bitişmələr var və amma biz laparoskopik girişi eləmişik. İnşallah əməliyyatımızı laparoskopik bitirib davam etdirəcəyik.